ولي الله لبن سعيد الغدير، انت بعد محمد يا شهيد الكبير. مين فتح باب خيبر من نجح بالسفين؟ عقل الامام علي الامير المؤمنين، الغزيرة النمر والقوة الاسد. علمنا الحرية ونسينا العزم، فان حزب الله هم الغالبون. يا امام الحبيب نحن قادمون. شيع واسلم توالي يا سيد الكرار. Yarıştıraçlarıyla yakından tanışalım. Let me introduce you all the fighters. Ringin gök küçüğünde olan iştirakçının yaşı 25, boyu 1 metr 84 santimetr hesabında peşekar dövüş yoktur. Elbette dövüşler üzere Dağıstan çempionu, Rusya Federasyası'ndan olan idmançı Goret İdman Klubu'nun temsilcisi. Ladies and gentlemen, the fighter in the blue corner. His age 25, his height 1 meter 84 centimeter. There are no professional fights. Dağıstan hand-closed fighting champion. From Russian Federation, representing Goret Sport Club, Mukhtar Mahmudov. Ringin kırmızı küncünde olan iştirakçı, yaşı 23, boyu 1 metr 76 santimetr, hesabında ümumilikdə 8 peşəkar döyüş, 5 qələbə, 3 məğlubiyyət. MMA üzrə 3K dünya çempionu Ruslan Döyüş Klubu'nun temsilcisi. Ladies and gentlemen, the fighter in the red corner. His age 23, his height 1 meter 76 centimeters. There are 8 professional fights, 5 wins, 3 losses. 3 times MMA World Champion, representing Ruslan Fight Club, Viktor Karamov. The referee of this bout is Mr. Khalid Ali. İndi isə 70 kilogram çəki dərəcəsində ikinci döyüş başlanır. Bir qədər əvvəl Ruslan Əliyev və Məhəmməd Ziyadov arasında bu çəki dərəcəsində birinci döyüşü olmuşdu və Məhəmməd Ziyadov Azərbaycan Döyüş Klubunun yetirməsi qalib gəlmişdi. İndi isə komandamızın daha bir üzvü Ruslan Döyüş Klubunun yetirməsi Vüqar Kərimov, o qara və narıncı rəngli geyimdə mübarizə aparır. Onun rəqibi isə Rus idmançısıdır, Mukhtar Mahmudov. Dağıstan Respublikasının döyüşçüsü Maşqala şəhərinin nümayəndəsidir. Qeyd edim ki, bu mübarizə də çox böyük maraqla gözlənilirdi. Belə ki, bu iki idmançı müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə bir-birləri ilə çox qarşılaşıblar və onların arasında müxtəlif nəticələr qeydə alınıb. Gah Mukhtar Mahmudov, gah da Vüqar Kərimova qalib gəlir və indi Azərbaycan idmançısı hücumdadır, rəqibini ringin küncünə sıxışdırır, lakin Mukhtar Mahmudov belə bir təsəvvür yaranır ki, sanki öz məqamını gözləyir və qəti əmin olduğu bir vəziyyətdə tutarlı zərbə indirməyə hazırlaşır, lakin hələ ki Vüqar Kərimov mübarizənin gedişinə tam nəzarət edə bilir, rəqibinin də hər bir hərəkətinə göz qoyur, o özü də bir qədər ehtiyatla mübarizə aparmağa çalışır. Əlbəttə, əvvəlki döyüşlərin nəticələri burada nəzərə alınır və hər iki idmançı çox yaxşı bilir ki, nəyə qadirdir, hücum zamanı hansı fəndləri tətbiq edə bilər, ona görə də bir qədər ehtiyatlı olmağı qərara alır. Və Vüqar Kərimov təbii ki, indi öz doğma şəhərində, öz azarkeşləri qarşısında çıxış etdiyinə görə müəyyən bir psixoloji üstünlük qazanır və tamaşaçıların alqış sədaları indi onu qələbəyə daha çox ruhlandırır və onun çox güclü və zərbələri Maşqala idmançısını geri çəkilməyə məcbur etdi. Bununla belə Mukhtar Mahmudov dərhal əks hücuma keçməyə də nail oldu. Rəqibinin qurşağından yapışır və onu sinə üzərindən, bəlkə də güləş fəndi ilə ringə yıxmağa cəhd edir. Amma Vüqar Kərimov da bu amili hiss edir. Geri çəkilməklə ağırlıq mərkəzini dəyişir və rəqibin fənd tətbiq etməsinə imkan vermir. Mübarizə davam edir və yenə də
Vüqar Kərimov geri çəkilməklə rəqibinin fənd tətbiq etməsinə imkan vermir. Hələ ki bu üslubda mübarizə davam edir və çətin vəziyyətdən Vüqar Kərimov bacarıqla çıxır. Rəqibinin fənd tətbiq etməsinə imkan vermir. İndi isə özü əks hücuma keçir. Qeyd edim ki, Azərbaycan idmançısı əsasən əl zərbələrinə üstünlük verir. Sol əllə rəqibin diqqətini yayındırır. Sağ əllə isə hücuma keçir və qeyd edim ki, bu məqamda onun zərbələri çox tutarlı alınır. Amma ona nəzər almaq lazımdır ki, Muxtar Mahmudov vaxtında geri çəkilməklə bu fəndlərin təsirini bir qədər azaltmağa cəhd edir. Parter vəziyyətində yenə də Vüqar Kərimov hücuma keçməyə cəhd edir. Muxtar Mahmudov doğrudur, çətin vəziyyətə düşsə də hər halda rəqibinin hücuma keçməsə də imkan vermir. Və indi çox tutarlı, güclü zərbə ilə Vüqar Kərimov rəqibinə təsir göstərir. Qeyd edim ki, bəli, bu zərbələr sarsıdıcı alınır, amma Muxtar Mahmudov özünü itirsə də yenə də müdafiə olunmağa çalışır. Bu zərbələr Rusiya idmançısına çox pis təsir göstərir və müəyyən bir məqamda o hətta müqavimət göstərmək iqtidarını da itirmişdi. Bununla belə Vüqar Kərimov indi tədricən zərbələrini davam etdirməklə indi rəqibini daha çətin vəziyyətə salmaq istəyir. Lakin Muxtar Mahmudov bu vəziyyətdən çıxmağa cəhd edir, amma daha çətin vəziyyətə düşür. Vüqar Kərimov onun boynundan yapışaraq fənd tətbiq edir və hakim dərhal görüşü dayandırmağı lazım bilir. Belə ki, Muxtar Mahmudovun müdafiə olunmaq imkanları tamamilə tükənmişdi və qeyd edim ki, çox maraqlı bir məqam yarandı. Vüqar Kərimov rəqibini boğucu fəndlə təslim etdi və bu zaman Rusiya idmançısı huşunu itirdi. Vüqar Kərimov isə rəqibinə birinci tibbi yardımı göstərdi və dərhal onu üzü üstə çevirib dilini çəkməyə nail oldu və bu yolla Muxtar Mahmudovun özünə gəlməsinə şərait yaratdı. Və qeyd edim ki, indi Vüqar Kərimov həm döyüşçü, həm əsl rəqib, həm həkim və ümumiyyətlə sözün əsl mənasında mübariz bir idmançı kimi tamaşaçılar qarşısında özünü bir daha təsdiqlədi və çox effektli bir qələbə qazandı. Beləliklə, Ruslan döyüş klubunun yetirməsi 70 kiloqram çəki dərəcəsində qalib gəldi. Ladies and gentlemen, the winner of this fight represents the Ruslan Fight Club, Vüqar Kərimov. Növbədə 77